Salam hörmətli izləyicilər, xoş gördük sizi Sahlənin Mətbəxi kanalında. Əziz izləyicilər, bugün biz kükü hazırlayacağıq. İndi bilənlər bilir, bilməyənlər üçün. Deməli əziz izləyicilər, burada gördüyünüz kimi soğan doğramışıq. Göy doğramışıq. Göy siz özünüz hansı göy sevirsiniz, onu doğraya bilərsiniz. Bizdə deməli nanədir, ondan sonra kəvərdir, şüyüddür, kişnişdir. Siz istəsəz spanaq da əlavə edə bilərsiniz, spanaq da əlavə olunur. Yəni hansı göylərdən sevirsiniz, petruşka, ondan sonra reyhan biz petruşka sevmədiyimiz üçün eləməmişik. Yəni belə yumurtadır və duz lazımdır. Təbii ki də yağda bunu hazırlayacağıq. Bax duzumuzu da beləcə tökürük və başlayırıq onu qəşəngcə beləcə çalmağa. Beləcə çalırıq. Çalırıq ki yumurta qarışsın. İstəsəz biraz da bunu tökəsiniz. Yəni bu kükü bir çox belə deyək müsullar da bişirdik. Ləpə tökən də var, içinə nar tökən də. Onlardan da eləyəcək gələn videolarımızda inşallah. Bugün eləcə belə. Haydi dədə-baba üsuluyla hazırlayırıq. Belə. Gördünüz, belə olandan sonra indi tabağımızı qoyuruq soba qazın üstünə və belə deyərdim, altını yandırırıq ki, yağımız ərisin. Əziz izləyicilər, gördüyünüz kimi qoyduq tabağımızı qazın üstünə və gözləyirik yağı ərisin. Əziz izləyicilər, gördüyünüz kimi yağımız beləcə olandan sonra başlayırıq yumurtamızı əlavə etməyə. Hər tərəfinə belə edirik. Biraz çox olar, ona görə yavaş-yavaş edirik. Beləcə pişiririk. Görün necə gözəl alındı. Bu tərəfi pişəndən sonra çevirəcək, o bir tərəfini pişirəcək. Deməli əziz izləyicilər, əgər biraz da görürsünüz çox töküləndə belə ortasında qalır, onda bax belə eləyirsiniz ki, bax buradan geçsin. Yəni o üstündə qalan da pişsin. Yəni bunu belə bölürük. Bıçaqla da bölə bilərsiniz, kimə necə asandır. Və buradan da belə bölüb və o biri tərəfinə fırlayacağıq. Deməli əziz izləyicilər, bax böldükdən sonra götürüb bax beləcə o biri tərəfinə fırlaya bilərik. Deyək ki, baxılmasın. Baxın bax belə də hər tərəfini fırlayırıq. Baxın əziz izləyicilər, o biri tərəfini də fırladıq. O biri tərəfi də kükü artıq pişib. Pişəndən sonra götürüb süfrəyə verə bilərik. Yəni çox gözəl, belə deyəcəm, kükümüz çıxdı. Baxın. Görürsünüz? Baxın, görün necə gözəl kükü çıxdı. Bu da pişəndən sonra artıq hazır. Bax belə əziz izləyicilər, hər kəsə təşəkkürlər. Kanallarımıza abunə olun, videomuza like qoyun və bizi izləməyi unutmayın. Biz də çalışacağıq ki, hər bir yeni gözəl videolar sizin görüşünüzə gələ. Sağ olun, salamat qalın.